Salam, belə bir sual verilib bizə. Kristal hidratın formulunu verib XSO4 vurulsun 5 molekulusu və kristal hidratda XSO4-ün, yəni duzun kütlə payını verib ki, 64%-dir. Biz bu bilgiyə əsasən bütövlükdə kristal hidratın nisbi molekul kütləsini hesablaya bilərik. Yəni yerdə qalan bilirik ki, bütövlükdə maddəmiz 100%-dir və bunun 64%-i duzun payına düşürsə, yerdə qalanımız 100-dən 64-ü çıxırıq. Yerdə qalan 36%-imiz suyun kütlə payıdır. Suyun kütlə payıdır. Deməli, bir dəqiqə. Su da nə qədərdir burada? Suyun bir molekulunun kütləsi 18-dir. Onda deməli bizə verilən 5 molekul su, yəni 90 qram suyumuz 36%-dir. Və biz buna əsasən kristal hidratın nisbi molekul kütləsini hesablaya bilərik. M-lə işarə eləsək, bu da 100%. Yəni 100 vurulsun 90 bölünsün 36. Buradan taparıq. Deməli 90 ilə 36-mız 9-a getsə, burada qaldı 4, burada 10, 25, 250. Deməli, bütövlükdə kristal hidratımızın nisbi molekul kütləsi 250-yə bərabərdir. Daha sonra nə edirik? Tapdıq kristal hidratın kütləsini 250 qram. Daha sonra nə edirik? Bizə suyun burada nisbi molekul kütləsi məlumdur. Yəni, daha doğrusu 5 molekulun kütləsi məlumdur. 90 qram su var. Ümumilikdə kristal hidratımız 250 qram olduğuna görə bundan da 90'ı çıxsa, 160 qram duzun tərkibi qalır. Və S-in nisbi atom kütləsi, yəni kükürdün nisbi atom kütləsini verib, X-in oksigenin nisbi atom kütləsini verib, biz X-i tapa bilərik. Yəni, birinci bizdən istədiyi hesablamanı tapa bilərik. Baxırıq ki, X üstə gəl 32 plus 64 bərabərdir 160-a. Elədir, deməli, X də bərabərdir 160-dan çıxırıq 96-nı. Tapırıq nisbi molekul kütləsini. Deməli 160-dan çıxırıq neçəni? 96-nı. Deməli, X-in nisbi atom kütləsi bizdən istədiyi 1-i tapdıq. X 1 bərabərdir 64-ə. Daha sonra nə istəyir? Kristal hidratda kükürdün kütlə payını. Biz ümumi kütləni tapmışıq 160 qram. Burada kükürd atomu, kükürd elementi bir atom olduğuna görə 64-ü böləcəm 160-a, vuracam 100%-ə və 16-ya gedəndə burada 10 qaldı, burada 4 qaldı. Elədim 40%. Deməli, ikinci də tapdıq kükürdün kütlə payı da 40%-ə bərabərdir. Birinci bizdən istədiyi cavab nə istəyirdi? X-in nisbi atom kütləsi 64. İkinci isə istəyirdi kristal hidratda kükürdün kütlə payı. Onu da tapdıq 40%.